Bugün bir imtahan ayının bir imtahan vloguna sərin qarşısındayım. Əslində mən bu videonu paylaşana qədər artıq 3 imtahanımı vermişəm və 3 imtahanım geridə qalıb. Sanırdım ki, bu yay imtahanlara hazırlaşa bilməyəcəm, amma Allahdan bu yay, yəni ən azından bu yayın bu ayı sərin keçdi. O qədər də məncə isti olmadı və düşünürdüm ki, gündə bir kafe shopda eləyərəm və sadəcə ilk imtahanımı kafe shopda hazırlaşmalı oldum. İndi bəlkə bundan sonrakılara hazırlaşaram, artıq bilmirəm. Nəysə 3 imtahan vermiş biri olaraq gəlin ilk imtahanı sizə vlogluyum. Əvvəlcə bütün nə lazımdırsa, mənə dəftərlər, PDF və s. hər şey üzərimdə götürüb yollanıram kafe shopa. Bu kafe shop da əslində mənim dostum Səbuhinin kafe shopudur ki, Elmlərdə yerləşir və çox rahat bir ünvanda. Kimin ki universiteti Elmlər yaxınlığındadır, daha rahat bir şəraitdə düz tuta bilər. Və ilk imtahanımız mətbuat tarixindən idi. Axşama qədər həqiqətən saat necə gəldi, keçdi hiss eləyə bilmədim. Mən suallar gəlirdi ki, bəs sən başqa yerdə necə çalışa bilirsən? Onu da sizə deyim. Deməli mənim Spotify-da belə bir musiqi playlistim var. Musiqi də deməzdim, melodiyalar playlistim var və həmin melodiyalar sayəsində çox rahat, komfortlu və fokuslu bir şəkildə hər birinin sağlığı quiet coffee-dən tam odaq dərsə köçlənə bilirəm və o mənə daha yaxşı qavramağa kömək eləyir. Və axşam olur, görürəm hər yer yağış vurub, ona görə evə getməyə qərar verirəm və bugünkü oxumağım da elə bu qədər olur. Sabahsı gün isə anamın iş yerində oxuyub hazırlaşmağa qərar verirəm mətbuat tarixindən. Həqiqətən o qədər ağır bir fən idi ki, bunu geridə qoyduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Düz 30 bal aldım, amma bundan belə əmin deyildim ki, ala bilərəm ya yox, çünki son gün hazırlaşmışam. Elə yəni, sizdə imtahanlar necədir, neçə alırsınız, nələr vermisiniz, onları yazın. Bir də məni takib almağı unutmayın ki, belə vlogların davamı gəlsin.